Heç bilirdiniz ki, mahnısı dillər əzbəri olan, illər keçməsinə baxmayaraq hələ də sevilən Tıxtı xanım, saçı uzun Suray xanım haqqında maraqlı faktlar var. 1974-cü ildə ekranlaşdırılan cizgi filmi uşaq yazıçısı Abdullah Şaiqin Tıxtı xanım nağılının motivləri əsasında çəkilib. Lakin kitabdakı sonluqla cizgi filmində gördüyümüz final eyni deyil. Bəs necədir? Gəlin həm əsl sonluğa, həm də finalın dəyişdirilməsinin əsas səbəbinə birlikdə nəzər yetirək. Azərbaycan animasiyasının ən sevilən klassiklərindən hesab edilən cizgi filminin orijinal nağılında Sıçan bəy sonda Tıxtı xanımın başını daşla əzərək öldürür. Lakin ssenari baxışdan keçərkən bu sonluğun uşaqlar üçün ağır olduğu bildirilir və dəyişdirilməsinə qərar verilir. Beləliklə, final təkrar fərqli yazılır və cizgi filmində Sıçan bəy quyruğunu ona uzadaraq sudan xilas edir. Əlini mənə bəstərəcək. Yox. Mən səndən küstərəcək. Əlini mənə bəstərəcək. Yox. Mən səndən küstərəcək. Küstərəcək. Mən də sənə quyruq göstərəcək. Animasiya filmləri uşaqların psixologiyasına, davranışlarına və dünya görüşünə ciddi təsir göstərir. Həm müsbət, həm də mənfi istiqamətdə. Mövzu sırf psixoloji yanaşma tələb etdiyindən üz tutduq mütəxəssis rəyinə. Psixoloqlar deyirlər ki, uşaqlar nəzarətsiz qaldıqda istər xarici, istərsə də yerli cizgi filmlərini özləri seçib baxa bilirlər. Ona görə də burada əsas məsuliyyət valideynlərin üzərinə düşür. Qorxular yaradan, psixoloji gərginlik, stress, depressiya, özünə qapanma, kəkələmə hətta yaradan, yəni problemli seçimlər var ki, verilişlər var ki, uşaqlar bunlara baxanda fəsadları böyük olur, travmaları böyük olur. Bu seçimlər necə olmalıdır? Ümumiyyətcə, uşaq düzgün cizgi filmi ilə böyüyərsə, nə gözəl, həm intellektual inkişaf etmiş olar, həm faydalarını, həyat bilgilərini bilmiş olarlar, özlərinin davranışlarında düzgün seçimlərini etmiş olarlar. Şiddət ehtiva edən cizgi filmləri uşaqlarda aqressiya yaradır. Eyni zamanda belə animasiyalar balacalarda psixoloji gərginliyi artırır. Burada valideynin rolu nədir? Valideyn mütləq şəkildə uşağının internet, telefon vasitəsilə seçimlərini, izlədiyi cizgi filmlərini və yaxud da digər izlədiyi bütün kadrları izləməlidir və uşaqlarda yaş dövrünə uyğun olaraqdan inkişaf etməsi üçün olan düzgün filmləri seçməlidir. Bəs görəsən, bugün çəkilən cizgi filmlərinə necə nəzarət olunurmu? Ümumiyyətlə, son dövrlər hansı cizgi filmləri çəkilir? Mədəniyyət Nazirliyini, sonra Təhsil Nazirliyini cəlb eləmək istəyirik bizə ki, yəni bizdə animasiya inkişaf eləsin gərək. Oyla. Nəhayət neçə vaxtdan sonra keçən illəri bir maliyyə dəstəyi oldu ki, biz bir film çəkdik. Cizgi filmləri uşaqların yaşına uyğun seçilməlidir. Animasiyadan sonra hadisələr haqqında balacalarla müzakirələr aparılmalı, onlara izlədikləri cizgi filminin qəhrəmanları haqqında suallar ünvanlanmalıdır. Bu həm də uşaqların düşünmə, təhlil etmə qabiliyyətinin inkişafı üçün vacibdir. Unutmayın, başqasının həyətinə icazəsiz girmək olmaz. Al. Gülnar İlqar qızı Elxan Novruz, Telesəhər.